Salam hörmətli EMS TV kanalının izləyiciləri. İstər daimi izləyicilər olsun, istər dinləyicilər, hamını bu auditoriyadan salamlayıram. Maraqlı və eyni zamanda dəyərli dəqiqələr arzu edirəm. Həyatdan sonraki həyat, bugünkü verilişin mövzusu belə adlanır. Həyatdan sonraki həyat və ya gələcəyin reallığı. Dünya okeanının önde giden virtual kanallarından biri EMS. Gələcəyin reallığı nədən ibarətdir və ümumiyyətcə yeni həyat deyilən bir gerçəklik, həyatımızdan sonraki həyat kimi mövcud olan bir yaşam sistemi varmı? Bəlkə bu sadəcə bizim ümidsizlikdən doğan, emosiyalara qapılaraq özümüzdən icad etdiyimiz, uydurduğumuz yanlış bir təxəyyülün nəticəsidir. Təbii ki, bu suallarla bağlı mənim şəxsi mövqeyim, yəni subyektiv fikrim var. Lakin dinləyici auditoriyamı canlandırmaq üçün mən çalışacağım elmi, məntiqi mövqe ilə yanaşı ruhaniyyatın mənəvi mövqeyini müqayisə edərək obyektiv, yəni qərəzsiz bir baxış bucağından həyatdan sonraki həyatın mövcudluğunu işıqlandırın və dinləyicilərimlə birlikdə təhlil edin. Əziz dinləyicilərim, mən düşünürəm ki, həyatımızın özü hər birimiz üçün olduqca əhəmiyyətli və ölçülməz dərəcədə dəyərlidir. Və bu da təbii bir hadisədir. Çünki normal bir insan üçün onun həyatı təbii ki, dəyərli və əhəmiyyətli olmalıdır. Və əgər həqiqətən bu həyatımızdan sonra yeni bir həyat deyilən hadisə mövcuddursa, onda bu haqda düşünməyə və diskusiya etməyə müasir dünyanın tanınmış alimlərindən Robert J. Lifton, Elizabeth Kubler-Ross, Michael Sabon, Ian Stevenson, Raymond Moody və digərləri uzun illərin tədqiqatı nəticəsində həyatdan sonraki yeni həyatın mövcudluğunu dünyaya elan etmişlər. Misal üçün, Zürich Universitetinin Tibb Fakültəsinin məzunu Elizabeth Kubler-Ross cisim xaricində səyahət mövzusunda tədqiqatlar apardı və onu da qeyd edim ki, bu tədqiqatlar çox uğurla başladı və əfsuslar olsun ki, eksperimentlər uğursuz nəticə verdi və bir müddətdən sonra demək olar ki, söndü. Amma Elizabeth Kubler-Ross'un tibb elminin etik qaydaları sahəsində elmi tədqiqatları həqiqətən bəşər insan üçün çox dəyərli idi. 40 il boyunca səyahət edən və keçmişdə yaşamış insanların həyatı haqqında kiçik uşaqlarla söhbət zamanı məlumat toplayan 3000 hadisənin tədqiqatçısı, Kanada-Amerikalı biokimyaçı və psixiatr, Avropada reinkarnasiya sahəsinə ilk nüfuz edən alimlərdən biri Ian Bretiman Stevensondur. Hind, Çin, Yapon və ümumiyyətcə uzaq şərqin dinlərində həyatımızdan sonra yeni həyat reinkarnasiya modelində təqdim olunur. Dünyanın dinləri haqqında söhbət zamanı mən reinkarnasiyanın olduğu barədə bir qədər informasiya verəcəyəm. Amma yeri gəlmişkən onu vurğulayım ki, Azərbaycanda Krişnaizm kimi tanınan, Krişna dini kimi tanınan, 70-ci illərdə Bhaktivedanta Swami Prabhupada tərəfindən Avropaya gətirilmiş bir Şrimad Bhagavatamın 18 cilddən ibarət olan Şrimad Bhagavatamın bir hissəsini təşkil edən Bhagavad Gita, halbuki Şrimad Bhagavatamdan başqa Upanishadlarda da bu dində olan reinkarnasiya təhlil olunurdu. Lakin Bhagavad Gita'nın əsasını Avropaya, Aurobindo Ramacharakadan uğursuz gəlişlərindən sonra Prabhupada tərəfindən uğurla təbliğ olunur və bir müddətdən sonra Azərbaycanda bu din başlayır inkişaf etməyə. Və Bhagavad Gita kitabının, onun ideyasının həyatdan sonraki həyat modelini məhz reinkarnasiya təşkil edir. Və bununla yanaşı həyatdan sonraki həyat, yəni yeni həyat problemi ilə məşğul olan alimlərin haqqında geniş məlumat versəm, bu olduqca çox vaxt aparar.
Amma vaxtaşırı mən bu və digər məsələlərlə bağlı, misal üçün reinkarnasiya nədir və bu sahədə hansı alimlər məşğul olub və eyni zamanda reinkarnasiya ideyası hansı dinə, hansı dinlərə məxsusdur və ya qeybdən gələn xəbərləri araşdıran alimlərin bu sahədə hansı nailiyyətləri var və paralel bu sahəyə dinin mövqeyi, ümumiyyətlə veriliş elmlə dinin müqayisəsi perspektivində gedir. Hər iki sahənin necə ki nailiyyətləri, eyni zamanda uğursuzluqları və boşluqları da bu verilişdə araşdırılacaq. Əziz dinləyicilər, zamanın məhdud olduğuna baxmayaraq, mən alimlər sırasından xüsusilə qeyd etmək istədiyim Dr. Raymond Moci haqqında qısa məlumat vermək istərdim. Mən Moci ilə 1985-86-cı illərdə tanış oldum. Halbuki artıq 70-ci illərdə Raymond Moci Love of the Love, Həyatdan Sonra Həyat kitabı ilə dünyada bir neçə milyon nüsxə ilə nəşr olunmuş kitabla tanınmış alim idi. Artıq böyük bir nüfuza malik idi. Onu da qeyd edim ki, onun ikinci kitabı reinkarnasiya ilə bağlı uğursuz oldu. Yəni ona uğur gətirən həmin bu Love of the Love kitabı idi. Həyatdan Sonra Həyat. Burada onun 150 xəstə ilə müxtəlif komadan çıxmış, ümumiyyətlə müxtəlif hadisələrlə bağlı, sanki ölümdən qayıtmış xəstələrlə görüşlərinin bir söhbətinin bir modelini yaratmış bir alim idi. Amma buna baxmayaraq onun elmi tədqiqatları uğursuz eksperimentlərlə bitdi. Raymond Moci Virginia Universitetində fəlsəfə elmləri üzrə təhsil alıb, onu da qeyd edim ki, məhz fəlsəfə elmləri üzrə təhsil almağı ilə fərqlənmirdi. Niyə? Ona görə ki, istər Newton olsun, istər Descartes olsun, hər bir alim ilkin mərhələdə mütləq fəlsəfə elminin təhsilini almalı idi və təbii ki, Raymond Moci də bu hadisədə istisna deyildi. Bir müddət bu ixtisas üzrə bakalavr alır, bir müddətdən sonra magistr və nəticədə doktor dərəcəsinə yetişir. Georgia Western Kollecində psixologiya üzrə doktorluq dissertasiyası yazır. Daha sonra psixologiya elmləri professoru dərəcəsinə yetişir. Ondan öncə 76-cı ildə Georgia Tibb Kollecində magistr dərəcəsi alır. 98-ci ildə Raymond Moci Las Vegasdakı Nevada Universitetində psixoanalitika üzrə araşdırmalar və sonra Georgia State High Security Prison Hospitalında məhkəmə psixiatrı kimi fəaliyyət göstərir. Raymond Moci ölüm ərəfəsinə yaxın təcrübələrinin ilk tədqiqatçılarından biri idi və klinik ölümlə qarşılaşan təxminən qeyd etdiyim kimi 150 insanın təcrübəsinin modelini, elmi təsvirini ilk dünyaya çatdıran alim idi. İndi isə, əziz dinləyicilər, mən istərdim ümumiyyətlə tarix boyu bəşər insanın həyatdan sonraki həyata olan mövqeyinin bir modelini təsvir edim. Yəni, bəşər insan öz qarşısında belə bir sual qoyub ki, ola bilməz insan yaşasın, fəaliyyət göstərsin, dünyanı tanısın, özünü tanısın, dünyada özünü tanıtdırsın və bir müddətdən sonra yoxluğa qərq olsun. Bu, o qədər də könül açan bir mənzərə deyil. Bir də, əgər bu mənzərəni məntiqlə belə təsvir etmək olmursa, haradasa qəlb, ürək bunun əksinə çıxır. Bu və digər səbəbdən bəşər insan həyatdan sonraki həyata baxışında iki hissəyə bölünür. Bir hissə inanmır, digər hissə isə inananlardır. Hətta inananların içində nəinki meyil göstərən, hətta həyat tərzini bu ideyanın üzərində quranlar var. Birinci hissə öz növbəsində iki kateqoriya bölünür. Dinc
mövqedə olanlar və aqressiv mövqedə olanlar. Dinc mövqedə olanlar o kəslərdir ki, çalışırlar bu mövzuya müdaxilə etməsinlər, çalışırlar belə bir mövzular olanda, belə bir söhbətlər olanda uzaqlaşsınlar. Bir sözlə, dinc şəkildə bu hadisədən uzaq dururlar. İkinci kateqoriya insanlar isə aqressiv mövqedə olanlardır. Onlar əgər alimdirlərsə bir alim kimi əks mövqe tuturlar, zidd olan modellər çıxarırlar ortaya. Dindarlar içində mən bəhailəri müşahidə edirdim ki, mənim onlarla söhbətlərim zamanı mən hiss etdim ki, onlar çalışırlar həyatdan sonra olan həyatın ideyasını dinin içində əritsinlər və onun əhəmiyyətsiz olduğunu göstərsinlər. Bu, inanmayanlardır. Yəni, ümumi inanmayanların ümumi mənzərəsi, yəni dinc və aqressiv olanlar. İndi isə bir qədər inananlar haqqında söhbət edək. O kəslər, o kateqoriya ki, inananlar kateqoriyasına aiddir. Onların içində, mən dediyim kimi, bütün varlığı ilə buna inananlar var. Onların içində bu sahədə tədqiqatlar aparanlar var. Bu kateqoriyada bu mövzulara meyilli olan, sadəcə meyilli olan insanlar var. Bir hissəsi ümumiyyətlə özü üçün təyin etmək istəyir ki, doğrudanmı belə bir şey var, yoxdur. Öz dünya görüşünü təkmilləşdirmək üçün. Ümumiyyətlə, beyanə olmayan insanlar kateqoriyası var ki, onlar məmnuniyyətlə belə bir söhbətlərdə iştirak etməyə meyilli olurlar. Əfsuslar olsun ki, din alimləri, dindən kənar olan alimləri tanımaq istəmirlər və dindən kənar olan alimlərlə dində olan alimləri qəbul etmirlər. Səbəblərini gələcək verilişlərdə açıqlayacağım. Hətta dində olan alimlər, başqa dində olan alimlərin mövqelərini qəbul etmirlər. Amma məsələnin özü öz mahiyyətini itirmir. Həyatdan sonra həyat varmı? Hal-hazırda mən Albert Einstein'in, Hobbes'ın, Stanislav Grof'un, ya Baruch Spinoza'nın, Immanuel Kant'ın, James'in, Karl Linné'in mövqeyini açıqlasaydım, təbii ki, dinə meyil göstərənlərin və dində olanlar üçün bu tamamilə maraqlı olmayacaq. Əgər mən indi hansısa bir dini alimlərin mövqeyini araşdırmasını aparsam, mən əminəm ki, başqa dində olanlar üçün bu maraqlı olmayacaq. Ona görə mənim ən əsas hədəfim elə o idi ki, bir orta məxrəc tapım və bu orta məxrəcin sapı ilə irəliləyim və dinləyici auditoriyamı bu məsələnin təhlilinə cəzb edim. Hər bir kəsdən həyatdan sonraki həyatla bağlı suallarına cavab verməyə hazıram. Hər bir kəsi izləyicilərdən, dinləyicilərdən bu verilişdə iştirak etməyə dəvət edirəm. Hər bir kəsin sualı bu verilişin hansı istiqamətdə daha işıqlandırmasına səbəb ola bilər. Ona görə hər bir kəsi dəvət edirəm, aktiv həyatdan sonraki həyat mövzusunda iştirak edin. Xoş dəqiqələr arzulayıram. Ümid edirəm ki, mənim verdiyim bu qısa informasiya sizin üçün maraqlı ola bilərdi. Sağ olun. Gələn görüşlərə dək. Dünya okeanının öndə gedən virtual kanallarından biri AMS.